Ümumiyyətlə, el arasında belə bir deyim, həqiqətən çox rast gəlirik ki, ay doktor, bəlkə xərçəngdirsə bıçaq vurmayaq, yaylar filan. Əslində belə bir terminologiya yoxdur tibbdə. Hər bir xərçəngin özünün müalicə sxemi var. Əgər xərçəng yayılmayıbsa, bu halda cərrahi əməliyyatla 99% sağalmaq mümkündür tiroid kanserlərində və ehtiyac olarsa xüsusi müayinə metodlardan istifadə edərək digər müalicə prinsiplərinə də müraciət edə bilərik. Amma tiroid kanserlərinin sağalması cərrahi müalicə ilə mümkündür. Bəs əməliyyatdan sonra yenidən yarana bilərmi? Ümumiyyətlə, kanser əməliyyatından sonra yaranma ehtimalı vardır. Amma əgər əməliyyatın həcmini doğru və daha təmiz formada cərrahi əməliyyat icra olunubsa, yenidən yaranma ehtimalı daha aşağıdır. Bir şərt var ki, orada kanser hüceyrələrinin formaları var. Anaplastik kanser növü var məsələn. Bu formalarda yenidən yaranma ehtimalı mümkündür. Bundan başqa bəzi xəstələrdə müalicəyə tabe olmayan formalar var. Bunlarda da aparılmış müalicə tədbirlərinə baxmayaraq xərçəng hüceyrələrindən dolayı yenidən şişlər yarana bilər.